Salam əziz tələbələr, sizlərlə birlikdə bu gün sınıq xətt mövzusuna diqqət yetirəcəyik. İndi bir çox tələbənin əziyyət çəkdiyi mövzular siyahısındadır. Demərəm ki, imtahanlarda aktual sualda tez-tez soruşulur. Yox, amma bilməli olduğunuz mövzular siyahısında dayanır. Çünki bir zamanların populyar suallarından biri idi sınıq xətt. Deməli, bu sınıq xəttdə ümumilikdə mövzu nədən ibarətdir? Deyir ki, xəttimiz boz və qara xanaların hamısının daxilindən keçərək birləşməlidir. Və bu boz və qara xanaların hamısının daxilindən keçən zaman müəyyən qanun uyğunluqları izləyərək keçəcək xəttimiz. Burada gördüyünüz üçüncü xanalarımız isə ağ xanalardır. Bu ağ xanalardan xəttimizin keçməyi ixtiyaridir. Ha, bu düz də keçə bilər, 90 dərəcə bükülərək də keçə bilər. Təbii ki, indi ixtiyari yerində burada gətirib də çarpaz şəkildə xətti keçirməyiniz mümkünsüzdür. Deməli, bu sualları həll etmək üçün 3 dənə əsas qaydanı yadda saxlamalısınız. Birinci qaydamız nədən ibarətdir? Xəttimiz boz və qara xanaların daxilindən keçən zaman kəsişmədən söz belə gedə bilməz. Yəni nəyi nəzərdə tuturuq? Deyək ki, xəttimiz bu şəkildə keçdi, bir xəttimiz də belə gəlib keçə bilməz. Nə oldu? Burada kəsişmə yarandı. Bu bizim üçün birinci qayda. Keçək ikinci qaydanın izahına. Xəttimiz qara xanaların daxilindən keçən zaman 90 dərəcə bükülməlidir. Baxın hələ. Bu xəttimiz deyək ki, gəlir. Burada qara xananın daxilinə gəldi. 90 dərəcə büküldü. Burada təkrar deyirəm, xəttimiz qara xananın daxilindən keçən zaman 90 dərəcə bükülməlidir. Və hər iki istiqamətdə bir xana düz davam etməlidir. Baxın, qara xananın daxilində 90 dərəcə büküləndən sonra onsuz iki istiqamətdə xəttimiz hərəkətə başlayır. Və bu iki istiqamətdə də bir xana görürsünüz, neynədim? Düz davam elətdirdim. Yəni gəlib bu şəkildə təkrar bükülsə xəttimiz, bu ifadə bizim üçün yanlış olacaq. Bu da qara xanaların qaydası idi. Gəldik üçüncü qaydamız isə boz xanalardır. Bəs boz xanalarda nə edəcəyik? Xəttimiz boz xanalardan keçən zaman düz keçməlidir. Boz xananın daxilinə bükülə bilməz. Görürsüz nə elədi? Dümdüz keçdi. Və boz xanadan keçəndən sonra ya əvvəlində, ya da sonrasında bükülmək məcburiyyətindədir. Ya əvvəlində, ya da sonrasında bükülməlidir. İkisindən biri mütləqdir. Amma ixtiyari olaraq nə edə bilərəm? Hər ikisində bükmək haqqına sahibəm. İndi gəlirik qanun uyğunluqlarımızı dedikdən sonra tələbələrin verdiyi ən böyük suala. Bəs müəllim, biz hardan başlayacağıq? Başlanğıc üçün belə deyim. İndi bəzi suallar var ki, bunların da həllərinə baxacağıq. Künslərdə qara xanalar var. Bu növbəti izahlarımızda deyəcəyik. İndi ilkin period olaraq deyək ki, künsdə qara xanamız yoxdur. Nə eləyəcəksiniz? Qanun uyğunluqları qoyun bir kənara, götürün özünüzdən bir xətt çəkin. Fikirləşin görək, mən necə bir fiqur deyək də yaratmalıyam ki, bu halda xəttin bütün boz və qara xanalardan keçsin. İndi mən bunu fikirləşdim axı. Fikirləşəndən sonra az çox ağlımda canlanır ki, belə bir fiqur çəksəm, xəttin boz və qara xanaların hamısının daxilindən keçəcək. Bunun onsuz ehtimalı çox olmur. Yəni burada artıq yanlışlıq etmə ehtimalınız çox düşükdür. İndi bunu gördüm axı, mən az çox gördüm ki, nəyi çəkməliyəm. Hə, bunu görəndən sonra başlayın. Ha, gördüm ki, buradakı aşağıdakı iki qara xanadan necə keçməlidir xəttim? Bu istiqamətdə. Deməli, qanun uyğunluğumuz nə idi? Qara xanaların daxilində 90 dərəcə bükülməli və hər iki istiqamətdə bir xana düz davam etməlidir. Hər ikisində də bükülüb əla. İkisində də bir xana düz davam edib əla. Bəs bozxanalarda nə baş veribdi? Bozxanalarda demişdik ki, ya əvvəlində, ya da sonrasında bükülməlidir. Ha, görürəm əvvəlində bükülübdür. Nə olsun qaraxananın daxilində bükülübdür. Amma bu bozxananın əvvəlidir, bükülübdür. Yenə də hər şey qaydasındadır. İndi xəttimizi görürəm ki, buradakı xəttdən söz gedir. Sol istiqamətdə davam elətdirməliyim. Niyə? Sol tərəfdə mənim boz və qaraxanalarım var. Gətirdim, davam elətdirdim. Aşağıya doğru istiqamətləndirə bilmərəm. Niyə? Burada görürsüz, kəsişmə yaranar. Deməli, nə etməliyəm? Xəttimi baxın, yuxarı istiqamətdə davam etdirməliyim. Gəldim bura. Bozxananı da keçdik. Onsuz burada nə yuxarıya, nə sola getməyə yerim yoxdur. Sualın çölünə çıxmış olur. Deməli, nə etməliyim? Sağa doğru istiqaməti davam etdirməliyim. Hə, gəldik burada qaraxananın daxilinə. Qaraxananın daxilində 90 dərəcə bükülməlidir. Day bu yuxarıya doğru bükülə bilməz ki. Deməli, nə etməli? Aşağıya doğru istiqamətlənməli. Təkrar burada gətirib bükə bilmərəm. Niyə? Qaraxanadan keçəndən sonra hər iki istiqamətdə bir xana düz davam etməlidir. Deməli, xəttimiz hələ də düz davam edib, daxil olacaq qaraxananın daxildə. Burada da qaraxananın daxilində 90 dərəcə bükülməlidir. Aday bu sola doğru getməsi ki, sola doğru getsə kəsişmə yaranacaq. Deməli, nə etməliyik? Sağa doğru istiqamətləndirməliyik. Gəldi buradakı qaraxanaya. Gətirib nə bayda bu ikisini birləşdirəsiz. Bu ikisini birləşdirdiniz, yazığı 3 dənə bozxana qaldı qıraqda. Deməli, nə etməlisiniz? Bu xətləri elə etməlisiniz ki,
burada yerdə qalan boş xanalarda daxilindən keçsin. Və salam, sual bitdi. Bizə də yekunda nə soruşur? Sınıq xətt neçə xanadan keçə bilməz? Bu müxtəlif ola bilər sualın şərti. Əsas fiqur əldə etməkdir. Bundan sonra sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Sadəcə ki, 12 dənə xanadan keçə bilmir. Neynədiniz? Cavabı B variantı olaraq qəbul edədiniz. İndi bu suala baxandan sonra yadınızda saxlayın ki, qara xananın sayısı sualda nə qədər çoxdursa bu sualı həll etmək sizin üçün bir o qədər asan olacaq. Çünki qara xanaların qanun uyğunluqları sabitdir. Deyir ki, daxilindən 90 dərəcə keçəcək, büküləcək, hər iki istiqamətdə bir xana düz davam edəcək. Boz xana elədimi? Boz xana da deyir ki, mən əvvəlində də bükülərəm, sonrasında da bükülərəm, ürəyim istəyər hər ikisində də bükülərəm. Yəni, ehtimalı çox olduğu üçün nisbətən boz xanalar sizin üçün daha çətindir. İndi gələk məsələn burada 2-ni deyək də sizlərə. İndi iki tipdəki testlər sizin üçün asandır. Deyərsiniz, niyə müəllim asandır? Küncdə qara xana verilib. Küncdə qara xanalar hər zaman sizin üçün hədiyyə. Niyə? Baxın elə, xəttimiz nə edə bilər? Ancaq bu istiqamətdə gəlib, burada bükülə bilər. Gördünüz nədir? Küncdə yerləşdiyi üçün sizə başlanğıc nöqtəsini hədiyyə etmiş oldu. İndi istəyirəm ki, sizlərlə birlikdə biraz daha çətin suala baxaq. Misal üçün burada əvvəlki imtahanlarda soruşulmuş 9 nömrəli testimizə baxaq. Bu nisbətən çətin sualdır. Deyəcəksiniz, niyə müəllim? Çünki burada görürsüz demək olar ki, sualın çoxunluğu boş xanadan ibarətdir. Cəmi bir dənə qara xana verilir. Deməli nə edirsiniz? Gəlirsiniz, burada küncdəki qara xanada xəttinizi keçirirsiniz. Bu bizim üçün konkret qaydadır. Bunu bildik. Mənim bu sualda gözümə çarpan növbəti qaydalardan biri 3 dənə boş xananın yanakı yerləşməlidir. Yadınızda saxlayın. 2-dən çox bozxana yanaşı verilibsə, deməli bu bozxanalardan xəttlər mütləq paralel olaraq keçib. Düz olaraq keçə bilməz. Deyəcəksiniz niyə? Baxın, əgər xəttimi düz olaraq keçirsəm, 3 dənə bozxana. Bunu burada sındırsam, bunu da burada sındırsam. Buradakı bozxananın qaydası ödəndi. Əvvəlində xətt sındı. Buradakı bozxananın da qaydası ödəndi, sonrasında sındı. Bəs bu ortadakı bozxananı neyləyəcəm? Bilirəm ki, bozxananın ortasında bükę bilmərəm. Ki, gətirim burada büküm ortadakı bozxananın qanun uyğunluğu ödənsin. Ya bozxananın heç olmasa əvvəlində, sonrasında da bir dənə bükülməli olmalı olduğu üçün bu deməli səhvdir. Deməli nə edirik? Əgər 2-dən çox bozxana verilibsə, bunlardan xəttlərimiz mütləq paralel olaraq keçməlidir. Gətirdim paralel olaraq keçirdim. Sonra nə edərik? Baxın elə, burada görürsünüz bir dənə bozxana verilib, təkcə. Bu bozxanadan onsuz xəttin baxın bu şəkildə keçə bilməz. Niyə? Bozxananın daxilində bükülmək bizim üçün qaydalarımızda yoxdur. Bozxanadan düz keçməlidir. Nə etdim? Buradan gətirdim xəttimi bu şəkildə davam etdirdim. Burada görürsünüz 2 dənə bozxana daha var. Elə buradakı bozxana ilə eyni qaydaya sahibdirlər. Bunlardan da gətirdim, xəttimi keçirdim. Buradakı bozxanalardan da xəttimi keçirdim. Bütün başlanğıcları qoyandan sonra mənə qalan təkcə burada sualdakı xəttləri birləşdirmək. Gəlin birləşdirək. Gətirdim, bu iki xətti birləşdirdim. Bizim üçün hər şey qaydasındadır. Götürdüm, eləcə bu iki xətti də birləşdirdim. Bəs geriyə qalan xəttləri necə birləşdirə bilərik? Deyək ki, bu iki xətti birləşdirəndən sonra bu xəttləri də ucuza birləşdirdik. Bizim üçün nə qalıb geriyə? Baxsaq, bu xəttləri də birləşdirəndən sonra buradan gətirsək, bu xəttləri də birləşdirəndən sonra sualımız yekunlaşmış oldu. Ümumiyyətlə, bu tip suallar praktika üstünə dayanır. Nə qədər çox sual həll etsəz, sizə bir o qədər köməklik göstərəcək. Və videonu izləyəndən sonra düşünürəm ki, artıq heç bir tələbədə bu suallarda çətinlik qalmayacaq. Deyə bilərsiniz ki, tələbələr indi bəzən bu sualda ən çox baş verən xətalardan birindəyim. Bu xətt niyə burada düz şəkildə birləşmədi? Ona görə birləşmədi ki, burada bozxananın ya əvvəlində sınmalıdır, ya sonrasında sınmalıdır. Əvvəlində sınmayıb deyə bura qədər düz davam elətdirdim. Qara xananın da daxilindən keçən zaman bilirəm ki, hər iki istiqamətdə bir xana düz davam etməlidir. İki ehtimala görə də bu xətti düz apara bilməyəcəyim üçün neynədim? Bu istiqamətdə davam etdirdim. İndi yekunda da neçə xanadan keçə bilməz görürəm ki, xəttim bütün xanalardan keçdiyi üçün 0 olaraq qeyd edirik. Düşünürəm ki, bu video materialı hər bir tələbəmiz üçün köməkli olar. Onsuz həftə ərzində düşünürəm ki, sizlərə 3 və ya 4 mövzunu tam şəkildə izahlı olaraq paylaşım ki, imtahana gedən tələbələrimiz üçün köməklik göstərmiş olaq. Hər birinizə uğur diləyirəm, əziz tələbələr.